Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Hər birini salamlayıram. Bizim bugünkü dərsimiz ədəd məsələlərinin bir bölməsi. Eyni qiymətli kəmiyyətlər haqqında danışacağıq. Eyni qiymətli kəmiyyətlər mövzusuna aid testlərlə tanış olacağıq. Özümə məxsus izahlı riyaziyyat kitabından olan suallara baxacağıq. Birinci sualımız belədir. Leyla eyni qiymətə 15 riyaziyyat 5 ana dili dəftər almağa 12 manat pul xərclədi. Leyla ana dili dəftərlərini almağa neçə manat pul xərclədi? Deməli, hörmətli müəllimlər, eyni qiymət dediyi üçün, burada görürsə eyni qiymət yazıb. Deməli, həm riyaziyyat dəftərlərinin, həm də ana dil dəftərlərinin qiyməti hər ikisində eynidir. Əgər qiymətlər eynidirsə kəmiyyətlərin, onda bu kəmiyyətlərin qiymətlərini toplamaq olar. Deyək ki, bir dənə dəftərin qiymətinə x desək, x qəpik yazaq. On 15 dənə riyaziyyat, 5 dənə ana dil dəftəri, 20 dənə dəftərimiz var. 20 dəftərin qiyməti 12 manatdır. Onda bir dənə dəftərin qiymətini tapmaq üçün 12 manatı bölməliyik 20 yerə. On 12 manatı 20 yerə bölə bilmirik. Ona görə manatı qəpiyə çeviririk. Çünki bir dənə dəftərin qiymətinə x qəpik demişik, bilmirik nə qədərdir. 12 manatı qəpiyə çevirəndə eləyir 1200 qəpik. 10 da bölü 20-yə eləyir 60 qəpik. Deməli, bir dənə dəftərin qiyməti 60 qəpikdir. Bir dənə dəftərin qiyməti 60 qəpikdirsə, bizdə 5 dənə ana dil dəftəri var idi. Bizdən soruşur ki, ana dil dəftərlərini almağa nə qədər pul xərcləyib? 5-i də vurarıq 60 qəpiyə. Eləyər 3 manat. A bənd. İkinci sual. Aynur eyni qiyməti aldığı 6 göy və 4 qırmızı qələmə 5 manat pul xərclədi. O qırmızı qələmlərə nə qədər pul verdi? Yenə eyni qiymətli dediyi üçün qələmlərin sayını toplayırıq. 6 göy, 4 qırmızı. Deməli, 10 dənə qələm var. 10 dənə qələmə 5 manat xərcləyib. 10 dənəsi 5 manatsa, onda bir qələmin qiyməti 50 qəpikdir. Qırmızı qələmlərə nə qədər pul xərcləyib? Qırmızı qələmimiz 4 dənədir, hörmətli müəllimlər. Onda 4-ü də vurursunuz 50 qəpiyə. Eləyir 2 manat. Y bənd. Üç. Nərgiz eyni qiyməti aldığı 8 göy və 10 qırmızı karandaşa 9 manat 90 qəpik pul xərclədi. O qırmızı karandaşlara nə qədər pul verdi? Deməli, eyni qiymətdir. 8 dənə göydür, 10 dənə də qırmızıdır. Bunları toplayırıq, 18 dənə karandaş var. 18 karandaşa 9 manat 90 qəpik pul xərcləyib. Gəlin görə bir karandaşa nə qədər pul xərcləyib? 9 manat 90 qəpiyi çeviririk qəpiyə. 990, onu da bölüyor 18-ə. O da eləyir 55. Deməli, bir dənə karandaşın qiyməti 55 qəpikdir. Qırmızı karandaşlara nə qədər pul xərcləyib?
10 dənə qırmızı karandaş var. Onu da vurarsınız. Onu da vururuq 55 qəpiyə. Eləyir 5 manat 50 qəpik. C bənd. Dördüncü. Nərmin və Nəzrin eyni qiymətə 27 dəftər aldı. Nərmin dəftərlərə 9 manat 60 qəpik, Nəzrin isə 6 manat 60 qəpik pul verdi. Qızların hər biri neçə dəftər aldı? Deməli, hörmətli müəllimlər, bunların aldıqları dəftərin qiyməti eynidir. 27 dəftər alıblar. Onda bunların xərclədiyi pulları cəmləyib, bunların ümumi aldığı dəftərlərin sayına bölməliyik ilk öncə. Çünki eyni qiymətə dəftər alınıb. Hər ikisi eyni dəftərlər alıb. Sadəcə say fərqlidir. Ona görə yekun pulu yekun saya bölmək lazımdır. 9 manat 60 qəpik üstə gəlinsin. 6 manat 60 qəpik. Eləyir 16 manat 20 qəpik. İndi 16 manat 20 qəpiyi bölməliyik 27-yə. Bu deyir 60 qəpik. Hesablaya bilərsiniz. 16 manat 20 qəpik 1620 qəpik eləyir. 27-yə bölündü də 60 qəpik. Deməli tapıldı ki, bir dənə dəftərin qiyməti 60 qəpikdir. Bir dənə dəftər bərabərdir 60 qəpiyə. İndi bizdən soruşur ki, qızların hər biri nə qədər dəftər alıb. Deməli, Nərmin 9 manat 60 qəpik pul xərcləyib. Bunu bölürük bir dəftərin qiymətinə. 60 qəpiyə. Eləyir 16. Əgər bu 16 dəftər alıbsa, ikisi bir yerdə 27 dəftər almışdır. Deməli, Nəzrin də 11 dəftər alıb. Nəzrinin də aldığı dəftərlərin sayını tapmaq üçün ya 27-dən 16 çıxıb birbaşa 11 yazmaq olar və yaxud da ki, Nəzrin də 6 manat 60 qəpik pul xərcləmişdi. Onu da bölürsüz 60 qəpik eləyir 11. Deməli, 16 və 11. Qızların aldıqları dəftərin sayları. Keçək növbəti sualımıza, hörmətli müəllimlər. 5. Lalə və Cəmilə eyni qiymətə 32 pozan aldı. Lalə pozanlara 4 manat 50 qəpik, Cəmilə isə 3 manat 50 qəpik pul verdi. Qızların hər biri neçə pozan aldı? Deməli, yenə eyni qiymətə pozanlar alıblar. Cəmi verilib pozanların 32 dənədir. Lalənin pulu 4 manat 50 qəpikdir, Cəmilə 3 manat 50 qəpikdir. Deməli, eyni qiyməti aldığı üçün Lalə ilə Cəmilənin pozanların pullarını cəmləyirik. 4 manat 50 qəpik üstə gəlinsin. Üç manat 50 qəpik eləyir 8 manat. Və 32 dənə pozan alıblar bu 8 manat pula. Onda 8 manatı bölmək lazımdır 32-yə. Bunun üçün qəpiyə çevirərik. 800 qəpik bölərik 32-yə. Bu da düşür 25 qəpik. Deməli, bir pozanın qiyməti 25 qəpikdir. Bir pozanın qiyməti 25 qəpikdirsə, qızların hər biri neçə pozan alıb? Lalənin aldığı pozanların sayı. 4 manat 50 qəpiyi bölü 25-ə. Eləyir 17. İkisi bir yerdə 32 pozan alıblar. Onda Cəmilədə 15 dənə pozan alıb. Yəni, birbaşa bildik. Və yaxud da bunu belə yazmaq olardı. 3 manat 50 qəpiyi bölərdi 25-ə.
15 düşəcəkdi. Yəni belə də hesablamaq olar, fərqi yoxdur. Cavabımız oldu. Qızların aldığı pozanların sayı 17 və 15. A bəndi. Keçək növbəti sualımıza, hörmətli müəllimlər. 6-cı sual. Eyni sürətlə hərəkət edən iki velosipedçidən birincisi 30 km, ikincisi isə 48 km yol gedib. İkinci velosipedçi 90 dəqiqə çox yolda olubsa, ikinci velosipedçi neçə saat yolda olub? Deməli, birinci velosipedçinin getdiyi yol Birinci velosipedçinin getdiyi yol 30 kilometrdir. İkinci velosipedçinin getdiyi yol 48 kilometrdir. Və sürətləri eynidir hər ikisində. Deyir ki, birinci velosipedçi üzr istəyirəm, birinci velosipedçi, daha doğrusu ikinci velosipedçi 90 dəqiqə çox yolda olub. 90 dəqiqəmizdə saat yarım deməkdir. Çünki burada saat deyir, ona görə 90 dəqiqəni saata çevirməliyik. Deməli, ikinci velosipedçi birincidən saat yarım çox yolda olub. Onda birinci velosipedçinin yolda olduğu saata x deyərik. Buna isə x üstə gəlsin 1,5 yazmaq olar. 1,5 deyərik. Sürətlər hər ikisində eynidir. Bizim sürət zaman gedilən yol arasında bizim düsturumuz belə idi. S bərabərdir VT. V hər ikisində eyni olanda V necə tapırdıq biz? S bölünsün T-yə. İndi hər ikisinin sürətlər bərabərdir. Onda bu gedilən yolu bunun sürətinə bölürsünüz. Bunun da gedilən yolun bunun sürətinə bölürsünüz. Üzr istəyirəm, zamanına bölürsünüz. Bu gedilən yolu bu zamana, bu gedilən yolda bu zamana bölürük. Sürətlər eyni olduğuna görə bu iki ifadənin bərabərliyinə baxmaq lazımdır. Çünki eyni sürətlərdir. Sürət eyni olanda gedilən yol zamana bölünür. Hər iki halda. Deməli, 30-u bölürsünüz x-a bərabər olur. 48-i də bölürsünüz x üstə gəl 1,5-ə. İndi çarpaz vurursunuz. Bu buna vurulur, bu da buna vurulur. Yazılır. 48x bərabərdir 30 vurulsun. X üstə gələk 1,5-ə. Buradan alınır 48x bərabərdir 30x-a. 30 da 1,5-ə vuranda eləyir 45. Buradan nə alınır? 18x bərabərdir 45-ə. X bərabərdir 45-i bölərik 18-ə. Eləyəcək 2 tam 18-də 9. 18-də 9-da sürətin məxəzini ixtisar eləsək 2 tam 2-də 1. Yəni 2-də 1 də nə deməkdir? 2,5. Deməli, x burada 2,5 imiş. Bura olacaq 2,5. Bu 2,5-dirsə 2,5-in də üstünə 1,5 gələcək. Bu da olacaq 4. Deməli, ikinci velosipedçi 4 saat yolda olub. Doğru cavabımız eləyəcək 4 saat. 6-cı suala baxaq. B variantı doğru cavabımız 4 saat, hörmətli müəllimlər. 7-ci sualımıza baxaq. Lalə və İlahə mağazadan eyni qiymətə 20 pozan aldı. Lalə 4 manat 20 qəpik, İlahə isə 2 manat 80 qəpik pul veribsə, qızların hər biri neçə pozan alıb?
Eyni qiymətli dediyi üçün pozanlara verilən pulları əvvəlcə cəmləyirik. 4 manat 20 qəpik. Üstünə gəlirik 2 manat 80 qəpik. Cəmi pul 7 manatdır. 7 manat pula 20 pozan alınıb. 7 manat da 20-yə bölsək 35 qəpik eləyir. Deməli, bir pozan 35 qəpikdir. İndi qızların hər biri neçə pozan alıb? Lalənin aldığı pozanın sayını tapaq. Necə tapırıq? 4 manat 20 qəpiyi bölürük 35 qəpiyə. 14. İlahənin aldığı pozanların da sayı 2 manat 80 qəpiyi bölürsüz 35'e. Burada üzr istəyirəm. 14 yox 12 eləyir. 12. İlahənin aldığı pozanların da sayı 2 manat 80 qəpik bölürsüz 35'e eləyir 8 dənə. Deməli, Lalə 12 pozan, İlahə isə 8 dənə pozan alıb. 12 və 8. Doğru cavabımız B variantı. Hörmətli müəllimlər, bununla da bu video dərsimizin sonuna gəldik. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənə qədər.